Valla mən prezidentimizə çox ürəyim ağrıyır. Mənə elə gəlir ki, prezident hər bir insandan qorxur. Qardaş, əgər siz doğrudan da təmiz işləyirsinizsə, əgər bu ölkədə rüşvət yoxdursa, bu ölkədə insanlar gözəl yaşayırsa, qardaş nədən qorxursunuz? Elə peşman oluram, o biri səhifənin heç 7-si çıxmadı, onu deyir ki, götürüb blok edirsən. O birisinin 40-ı çıxmamış blok edirsən. Qardaş, nə deyirəm ki, olanları deyirəm də orada, bir pis söz deyirəm ki. Məsələn, bir qazi atamız var bizim, Mehman Baratov. Bu Loğman Zülfüqarlı nə bilim nə kompaniyada işləyir, həmin orada bu adamı girinc eləyib. Mən buradan Loğman Zülfüqarlıya demək istəyirəm. Loğman Zülfüqarlı, kişi ol da. Bəs bu hadisələr sənin də başına gəlib 11-ci ildə. 11-ci ildə sən də hər şeyi itirdin. Yenə orada sənin fərasətin var idi, nə bilim aferistiyun var idi, nəyin var idi, işi tuta bildin. Axı bu qazi atasıdır. Bu vətəni qoruyan uşağın atasıdır. Bəs bir üzdə kişilik, qeyrət, namus olsun da. Yaxşı, bu adamı işdən çıxartmısan, pulunu niyə vermirsən? Axı niyə görə prezidentimiz bundan gözlərini yumur? Prezident bu şərəfsizə şöhrət ordeni verir. Bunu niyə? Əgər bunun oğlu, məndə bütün faktlar da var, lazım olsa göndərərəm. Deyir ki, mənim Azərbaycan və Azərbaycanlılardan zəhləm gedir, onlara nifrət eləyirəm. Ay, belə-belə olmuş. Bəs bu uşağın atası əziyyət çəkir, zülüm çəkir. Bəs sən görmürsən bunu? Külü qoyun mən o hakimlərimizin təpəsinə. Tağı Əhmədovun oğlu götürür, buna utanmaz, qeyrət yox, namus yox. Bu götürür bunun pulu üçün. Nə var ki, ona 18 ayın maaşı veriləcək. 18 ayın maaşı lap özü cır, dağıtqınan lap tutaq ki, olsun bir 18 min manat. 18 min manat nə puldur? Amma Loğman Zülfüqarlı acığa düşüb. Yəni ki, məndən şikayət eləmisənsə, mən acıqca o pulu itə qurda verərəm, sənə vermərəm elə məsələsi. Kür hakimlərin də başına ki, özlərini it qurd yerinə qoyurlar. Çünki niyə? Bu hakimlər pul alır. Bu hakimlərin orada marağı var. Bir dənə bu qədər hakimlərin içərisində apellyasiya məhkəməsində bir xanım qeyrəti namusu oldu ki, bu kişinin xeyrinə qərarı çıxartdı ki, yəni bu pulu verməlisən. Amma sonra nə oldu? Həmin o qərardan sonra ali məhkəməyə, o birisinə, neçə dəfə ali məhkəmə olar, neçə dəfə bu olar. Bir üzün şərəfiniz olsun da. Axırıncı ali məhkəmə vəbşi gülüncü idi. Sən indiyəcən birincisi şəxs yoxdur, sən necə məhkəmə apara bilirsən? Ali məhkəmədə deyir ki, biz deyir məhkəmə eləyə bilmirik. Bu təzə çıxıb. Çünki niyə? Kənd Təsərrüfatı Nazirini gətirib ali məhkəməyə sədr qoyanda, əlbəttə ki, bu hakim yox, xiyar yetişdirəcək. Bu 2-2-dir. Ne deyənim, mən yoxamsa, sən kimsən ki, mənim adıma qərar çıxardırsan? Belə şey olar. Məsələn, mənim şəxsən öz işim var idi. Bir il bundan qabaq Məhkəmə Hüquq Şurasına məktub göndərmişdim. Bir ildən sonra, haradasa bir həftə bundan qabaq mənə cavab gəlib. Biz deyir ki, əgər siz rüşvəti verən vaxtında onu bir əlinizdə sübut varsa, onu göndərin. Sizə deyən lazımdır ki, birincisi telefonları aşağıda alırsınız. Mən onu hardan çıxardım? İkincisi deyirsiniz ki, videolar sübut növü deyir. Üçüncüsü də ki, karsız, görmürsünüz ki, bu 2008-ci ildə Ali Məhkəmənin qərarını sənin o bir dənə o Nəsimi rayon məhkəməsindəki Vüsayla Musayeva elə bir gündən ki, Ali Məhkəmənin qərarını da saymır. Çünki niyə? Əvvəllər Ali Məhkəmədə hakimlər var idi. Əvvəl hakimlərə hörmət var idi. İndi nədir? İndi hamısı bir-birindən şərəfsiz. Mən oturub hərdən fikirləşdirəm. Burada Mehman Baratov qardaşımıza demək istəyirəm ki, qardaşım,
Hələn belə çox mübarizə aparacaqsan, çox əziyyət çəkəcəksən, amma dayanma. Axıracan get genə. Vaxt gələr, bəlkə də bir kömək oldu. Bizim prezidentimiz hələsi görmür. Bizim prezidentimizin qulaqları eşitmir. Bizim prezidentimiz yalnız şərəfsizlərə hörmət eləyir. Şərəfli insanlarla işi yoxdur. Sənin o dəmir yumruq deyirsən, pata qaldırırsan ha. Həmin o dəmir yumruğu gərək soxmalısan bu hakimlərin gözlərinə. Başa düşdün? Çünki o dəmir yumruğu qaldıran sənə qazilərimizdir. Sən o qazilərimizə, şəhid ailələrinə hörmət edirsən. Sən yalnız özün fikirləşirsən. Başqa heç nəyə. Sən yalnız ailəndən, nə bilim, 3 dənə ağıllı balondan, 5 dənə nəvindən, sən bütün Azərbaycan bundan ibarətdir. Utan da, cənab prezident, niyə utanmırsan?